Çox adam elə bilir ki, İslam aləmində cəmi 4 məzhəb var. Cəmi 4 məzhəb var. Bu əsla belə deyil. Bəziləri də elə güman edirlər ki, 5 məzhəb var və həmin, yəni bugün hazırki qalan məzhəblərdən gedir. Yoxsa Sufyan Sovrinin, ondan sonra başqa alimlərin məzhəbi vaxtı ilə olub, sonra o digər məzhəblər isə cəm olduğuna görə ortadan qalxıb. Hazır 4 məzhəbdən bəziləri elə bilir zat sadəcə bundan ibarətdir və bəziləri elə bilir ki, 5 məzhəb var, biri də sələfilikdir. Xeyr, sələfilik məzhəb deyil. Sələfilik mənhəcdir, metoddur. Sələfi var Hənəfidir, sələfi var Şafiidir, sələfi var Həmbəlidir, sələfi var Malikidir. Sələfilik məzhəb deyildir. Bunu qaçışdırmaq lazımdır. Lakin həqiqətdə bu gündə 5 məzhəb var. Sadaladığım 4 məzhəb və əlavə olaraq hədis məzhəbi. Buna da ən böyük dəlil Buxarinin məzhəbi, Müslimin məzhəbi, Tirmizinin məzhəbi, Abu Davudun məzhəbi. Bunların biz fiqh kitablarına, sünnə kitablarına baxanda və görür ki, nə qədər məsələlərdə onlar fəqihlərdən, yəni fəqih kimi tanınan məzhəb alimlərindən fərqli görüşləri olub. Və buna digər nə qədər mühəddisləri misal çəkmək olar ki, onlar hədis məzhəbi üzərində olublar. Bugün bəzi insanlar biz hər hansı bir məzhəbə bağlanıb getmədiyimizdən dolayı bizi ittiham edirlər. Xeyr, biz əslində hədis məzhəbi üzərindəyik. Biz hədis məzhəbi üzərindəyik. Ona görə əlimizə hədis çatdısa, o hədis bizim məzhəbimizdir. İmam Əhməd ibn Həmbəl rahimehullah, niyə görə bir məsələdə İmam Əhmədin yeri gəlmişkən bu məsələ də mövzumuzla çox yaxından əlaqəlidir? Niyə görə İmam Əhməd ibn Həmbəl rahimehullah bir məsələdə 3, 4, 5, 6 hətta görüşü vardır? Niyə görə? Çünki əlinə səhabələrdən əsərlər gəlirdi, həmin əsəri götürərək öz rəyin söyləmədən həmin əsərlə hökm verirdi. Məsələn, gəlir ki, filan məsələdə İbn Məsudun görüşü budur. Bir dəfə ondan hökm verirdi. Bir dəfə Abdullah ibn Məsudun görüşü ilə verirdi. Bir dəfə Abdullah ibn Abbasın, bir dəfə Abdullah ibn Ömərin, bir dəfə və yaxud da tabeinlərdən gələn əsərlərdən hökm verirdi, böyük tabeinlərdən. Ona görə İmam Əhməd, bəziləri elə ki, fəqih deyil, xeyr, İmam Əhməd fəqihdir. Sadəcə İmam Əhməd hədis əhlidir. Ona görə əlinə hədislər, əsərlər gələndə onlarla rəy söyləyirdi. Onlar da fikir söyləyirdi. Hətta eyni alimdən belə fərqli görüşlər var. Buna da səbəbi ümid edirəm ki, izah elədim ki, səbəb nədir? Çünki əlinə gələn səhabənin sözü qarşısında özü söz demirdi. Ona görə. Və 5-ci məzhəb də var, bu da hədis əhlidir. Hədis alimlərinin, mühəddislərin məzhəbidir. Ən böyük də misal İmam Buxari rahimehullah.